Salamlar dostlar, nə var nə yox. Bu gördüyünüz şəxs Endoneziyanın Cumhurbaşkanıdır, prezidentidir. Endoneziyada 250 milyon müsəlman yaşayır. Yəni 250 milyonluq müsəlman ölkəsinin başçısıdır. 2 gün bundan qabaq Türkiyəyə gəlir və bu özlərini Müslüman görsədən, Müslüman deyib din adı altında Türk düşmanlığı edən AK Partililərin huzurunda başlayıb Atatürkdən, Türk millətindən, ondan sonra Türkün tarixindən, ondan Sultan Məhəmməd Fatihdən zatdan danışır və deyir ki, Atatürk cəsarətin sembolüdür, mənim gənclik qəhrəmanımdır. Belə gözəl şeylər söyləyir də, Türkün tarixindən danışır. Və Türkiyənin o TRT-si bunun götürür o sözlərini bir cür bitər kəsir və istədiyi kimi yayır. Xülasə belə deyim ki, Endoneziya Cumhurbaşkanı gəlib AK Partililərin başından belə vurur. Yəni əcayib vurur. İndi bunun sözlərinə qulaq asın. Görün nədir və bu ölkədən gedəndən sonra görün bundan necə davranır. Lütfən bu videoya baxın. Ondan sonra davamında da bir video göstərəcəyəm və görün necə ondan davranırlar. Endonezya Cumhurbaşkanı Türkiye'ye geldi. Gelir gelmez Atatürk'e olan hayranlığını şu sözlerle dile getirdi. Gençken benim ikonum, kahramanım Atatürk'tü. Evimde ve ofisimde Atatürk heykeli vardır. Mustafa Kemal bir idoldür, cesaretin bir temsilidir. Lider, vatansever ve vazgeçmeme örneğidir dedi. Türkiye'nin tarihi bana gerçekten ilham veriyor. Sizin tarihiniz bana ilham veriyor. Gençken bir ikonum, bir sebagai anak muda, pahlawan saya, ikon saya. Hayranlık duyduğum biri vardı. Benim kahramanım, benim ikonum gençken Mustafa Kemal Atatürk'tü. Ve Fatih Sultan Mehmet de yine idollerimden ve kahramanlarımdan biriydi. Jakarta'da beni makamıma gelecek olursanız, eğer Jakarta'da benim evime de gelecek olursanız göreceksiniz ki Mustafa Kemal Atatürk'ün bir heykeli var. Ofisimde, evimde. Bizler için bagi kami tidak hanya di Indonesia, saya bicara sadece Endonezya'da değil, aslında ben küresel güneyden bahsediyorum. Özellikle gelişmekte olan ülkelerden bahsediyorum. Tüm bu ülkelerde Mustafa Kemal Atatürk bir idoldür ve bir örnektir. Cesaretin bir temsilidir. Bir lider örneğidir. Bir vatansever örneğidir. Bir vazgeçmeme örneğidir. Azim örneğidir. Duyduğum kadarıyla TRT Haber, yani Türkiye Radyo Televizyon Kurumu haberi kanalı Atatürk idolümdür dediği kısmı görmezden gelip Türkiye Osmanlı'nın devamıdır dediği yeri 2 kez paylaşmış. Bunu Türkiye Radyo Televizyon Kurumu'nun haber kanalı yapmış. Ama Atatürk unutturulmaya çalışıldıkça daha çok hatırlanan, kendini daha çok hatırlatan bir lider. Siz unuttururum sanırsınız, eline Endonezyalısı gelir, gözünüzün içine baka baka hatırlatır. İndi baxın görün, Endonezya Cumhurbaşkanı Türkiyədən gedəndə bu AK Parti, İxvanın Müslüminin tör töküntülərinin başçısı, görün ondan necə davranır. Bu videoya da baxın, ondan da sonra bəzi sözlər deyəcəm. Ulan şimdi
seni yedim herkele. Bəli, dostlar, gördünüz də, qonağı nətər yola saldı. Yəni, nətər deyim, yəni, Türk dünyasını rəzil edən bu adam. Yəni, qonaqla görün necə rəftar edir. Niyə? Türk millətini övməklə. Türk millətini övüb, Türk millətinin gözəlliklərindən deyib, Atatürk'ün nə olduğunu, Sultan Məhəmməd Fatihin nə olduğunu bir daha bunlara xatırladım. Görün, belə, bu işləri görür. İndi mən istəyən bir söz deyəm. Baxın, bu Erdoğan və AK Parti rejimi İxvanül Müslüminə bağlıdırlar bunlar. Bunlar İxvanıdırlar. İxvanül Müslümin, müsəlman qardaşlar deyirlər bunlar. Bunların qurucusu kimdir? İngiltərədir. Nəyə görə qurulub? Türkiyə Cumhuriyyətinə qarşı və Türk dünyasına qarşı qurulan bir dini terror örgütüdür. Və yazıqlar olsun o adamlara ki, bunlardan tərəfdarlıq eləyir. Özünə türk deyib, bunlardan tərəfdarlıq eləyir. Yəni, özünə türk deyib, AK Partiçi olan türk yox. Tam bir zinazadədir. Necə ki, faşist fars rejimi şiəçiliyi əlinə alıb, türk düşmanlığı edir. Dünyadakı bütün türklərə düşmanlıq edir. Bunlar da eyni odur. Faşist fars rejiminin, o şubiyənin sünni versiyonidir. Bunlar da sünniçilik adı altında, sünni faşizm adı altında türk düşmanlığı edir. Ümidim var ki, bugün bu iki rejim, sünni faşizmi və şiə faşizmi məhv olsun geçsin. Həm də o komünizmin tört-töküntüləri ki, biliyoruz saran deyəm, Kuzey Azərbaycanda olan rejimi deyirəm. Həm Türkiyə, həm Azərbaycan. Baxın, İran terror rejiminin yanındadılar. Hər məsələdə İran terror rejiminin yanındadılar. Fəqət diqqət eləsiniz və görsünüz. Neçə dəfə aralarında bir qarışıqlıq olub. Həm Azərbaycan İran, həm Türkiyə İran. Nə eləyirlər? Gəlirlər 40 milyon türkdən danışırlar. Nə eləyirlər? O birisi gəlirlər 40 milyon Azərbaycanlı var. Türk də yox, Azərbaycanlı. Dilində dəyişiblər, Azərbaycan dili. Elə ki, anlaşdılar, eşyələri körpüdən keçdi. Biz yadlarına düşmüyor. Ya Türkiyədə bir türk insanı özünə türk deyə bilməyir. Türk deyəndə deyirlər, türk deməyəcəksən, əlhəmdülillah müsəlman deyəcəksən. Sonra həmin bu rejim ki, türk düşmanıdır, İranla işləri dolaşıq düşəndə gəlirlər, bizdən istifadə eləyirlər, bizdən danışırlar, İranda belə türk var, elə var. Elə ki, yenə də eşyələri körpüdən keçdi, gedirlər öz işlərinə, öz alverlərinə, öz ticarətlərinə. Fəqət bunu deyirəm ki, bax, biz türklər türklüyümüzə sahib çıxmalıyıq, millətimizə sahib çıxmalıyıq, vətənimizə sahib çıxmalıyıq. Rejimlər qalıcı dəyər, gedəcəklər. Amma millət, vətən bizə qalacaq. Hər zaman millətçi olaq, vətənçi olaq, şəxspərəst olmayaq. Onun bunun quyruğuna düşməyək. Yaşasın türk milləti, yaşasın Turan, yaşasın bütün Azərbaycan. Paylaşın hamı, görməyənlər də bunları görsünlər.